Yaşlı bir adam bir gün sahilde gezerken balaca bir əqrəbin qayalardan yıxılıb suya düşdüyünü gördü. Heç düşünmədən əyilib əlini suya uzatdı, əqrəbi xilas elədi. Amma sahilə qoyduğu anda əqrəb onu sancdı. Bir neçə saniyə sonra əqrəb təkrardan yenə suya düşdü. Adam əlinin ağrısını unudaraq yenə onu xilas elədi. Həmin anda bir gənc isə olanları izləyirmiş və dayana bilməyib soruşdu. O əqrəb səni sancdı, niyə yenə xilas elədin? Yaşlı adam gülümsədi, əlindəki yaraya baxdı və cavab verdi. Sancmaq onun işidir, amma yardım etmək də mənim təbiətimdə var. Gənc adam bu sözlər qarşısında dərin bir səssizliyə büründü. Daha öncə heç belə düşünməmişdi. Çox insan bir neçə dəfə zərər görsə geri çəkilərdi. Amma bu adamın hərəkəti yaxşılıq qarşılıq gözləmədən edilməli olduğunu göstərirdi. Gənc adam hörmətlə sağollaşdı və yoluna davam etdi. Yaşlı adam isə qanayan yaralı əlinə baxmayaraq gülümsədi. O əlinin ağrıyacağını bilə-bilə yaxşılıq etməyi seçmişdi. Çünki yaxşılıq insanın daxilindəki ən saf işıq kimidir. Bu hekayə bizə yaxşılığı qarşılıqsız etməli olduğumuzu xatırladır. Bəs siz heç vaxt qarşılıq görməsəniz belə yaxşılıq eləməyə davam edərsiniz? Sizcə bir insan dəfələrlə zərər görməyinə baxmayaraq yaxşılıqlarla həyata tutuna bilərmi?